Sumqayıt şəhər Heydər Əliyev mərkəzində 3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə Sevgi Körpüsü adlı tədbir keçirilib. Tədbir Sumqayıt şəhər Xüsusi Ümumi Təhsil Məktəbinin təşkilatçılığı ilə baş tutub. İlk olaraq dövlət himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra tədbirin açılış nitqi ilə məktəbin direktoru Arzu Alızadə çıxış edib. Arzu Alızadə rəhbərlik etdiyi kollektivin inklüziv təhsil sahəsində həyata keçirdiyi işlər barədə məlumat verib. O bildirib ki, məktəbdə hər bir şagirdin inkişafı, sosiallaşması və yaradıcılıq potensialının üzə çıxması üçün xüsusi şərait yaradılıb. Direktor məktəbin pedaqoji kollektivinin bu sahədə ardıcıl və səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Uşaqların cəmiyyətə inteqrasiyasının məktəbin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyə Müzəffərova əlilliyi olan şəxslərə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən ardıcıl islahatlardan danışıb. Məktəbin inklüziv təhsil modelini yüksək qiymətləndirib. Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi Vaqif Fəthullayev tədbirin humanist mahiyyətini xüsusi vurğulayaraq, həmin kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində görülən işlərin vacibliyini qeyd edib. Abşeron Xızı Regional Təhsil İdarəsinin Sumqayıt sektorunun müdiri İman Ağayev məktəbin peşəkar kollektivinin fəaliyyətini yüksək dəyərləndirib. Sumqayıt Bələdiyyəsinin sədri müavini Nərmin Mehdiyeva bələdiyyənin sosial dəstək layihələri barədə məlumat verib. Tədbirdə qeyd olunub ki, Sumqayıt şəhəri Xüsusi Ümumi Təhsil Məktəbi inklüziv təhsil sahəsində şəhərin ən nümunəvi təhsil ocaqlarından biridir. Tədbirin ədəb-bədii hissəsi uşaqların hazırladığı müxtəlif musiqi, rəqs və bədii kompozisiyalarla zəngin olub. Hər bir çıxış səhnəyə fərqli rəng qatıb, tədbirin emosional və mənəvi təsir gücünü artırıb. Musiqili ifalar zamanı şagirdlər səhnədə özünə inam nümayiş etdirib. Fərdi və kollektiv çıxışlar auditoriya tərəfindən rəğbətlə qarşılanıb. Rəqs nömrələri milli musiqi ilə birgə təqdim olunaraq tədbirə xüsusi dinamiklik verib. Bədii kompozisiyalarla uşaqların səhnə mədəniyyəti, iştirakçılıq ruhu və yaradıcı yanaşması özünü göstərib. Mərasimdə məktəbin məzunu, Yaponiyada keçirilən 25-ci yay Deaflimpiya oyunlarının gümüş medalçısı Coşqun Əliyevin nailiyyətləri də xüsusi qürurla xatırlanıb. Tədbirin sonunda Sumqayıt Bələdiyyəsi tərəfindən məktəbin şagirdlərinə hədiyyələr təqdim edilib. Bu tədbirin bayram ab-havasını daha da gücləndirib. Sevgi Körpüsü tədbiri humanizm, qayğı və həmrəylik ideyalarının təbliği ilə yadda qalıb. Mərasim məktəbin inklüziv təhsil sahəsində nümunəvi fəaliyyətinin növbəti göstəricisi kimi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Şəmstan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.